Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün psixologiya elmindən danışacağıq. Bugünkü durumu əslində bu elmin bizə yansıtdığı yanlış, doğru bildiyimiz məqamlar. Bunları bugün sırf mütəxəssislərin dilindən eşidəcəyinə baş verir. Bu sahədə əslində bilmədiyimiz və doğru bildiyimiz yanlışlıqlar nədən ibarətdir? Təbii ki, bu haqda müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssislər dəvət etmişik. İlk olaraq onları sizə təqdim edim. Psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Şəfəq xanım Şahməmmədova. Şəfəq xanım, xoş gəldiniz. Çox sağ olun. Eyni zamanda bizim dəyərli həkim, psixoterapevt Elmir Əkbər. Doktor, siz də xoş gəldiniz. Mövzular bitmir, sizi də biz hər zaman yanımızda görmək istəyirik ki, çünki bu mövzularda bir həkim yanaşması və bir peşəkar mövqeyi mütləq lazımdır. Şəfəq xanım, bugün psixologiyamızın, demək olar ki, psixologiya elmi adı özü təhrif olunub desək daha çox, bəlkə də yanılmarıq. Bilirik ki, bir neçə elm var. İnsanı öyrənən 200-dən çox elm var və onların da biri psixologiya elmidir. Ümumiyyətlə, elmdən öncə bu psixoloq anlayışının bir tərifini istəyəcəm sizdən. Psixoloq kimdir? Biz kimə konkret olaraq işinin peşəkarı psixoloq deyə bilərik? Buyurun. Çox sağ olun. Əvvəla təşəkkür edirəm dəvətinizə görə və aktual mövzunu müzakirə etdiyimizə görə. Bilirik ki, təhsildə psixoloji xidmət haqqında qanunumuz var. 2020-ci ildə qəbul olunub bu qanun. Qanunda psixoloqa bu cür tərif verilir ki, psixoloq psixologiya üzrə ali təhsili olan və yaxud psixologiya üzrə əlavə təhsili olan mütəxəssislərə deyilir və bu mütəxəssislər psixoloji xidmət göstərə bilərlər. Bundan əlavə, klinik psixoloq anlayışı ayrıcadır. Klinik psixoloqun anlayışında isə göstərilir qanundakı. Bu insanlar minimum magistratura üzrə, klinik psixologiya üzrə ali təhsili olan insanlar olmalıdırlar və onlar klinik psixoloq kimi fəaliyyət göstərmək üçün minimum 1 il təcrübəsi olmalıdırlar. Bu insanlardan başqa heç bir kəs psixoloq ola bilməz və psixoloji xidmətlər göstərə bilməzlər. Əlavə təhsil dedikdə bəzən yanlış anlaşılır bu. Əlavə təhsil bilirik ki, ali təhsilin 3 pilləsi var. Bakalavriatura, magistratura və doktorantura. Əlavə təhsil isə ikinci ali təhsildir. Ola bilər ki, insan məsələn hansısa bir təhsil ixtisaslar qrupundan məsələn ingilis dili müəllimliyini və yaxud riyaziyyat müəllimliyini qutarıb əlavə təhsil psixologiya üzrə alır. Bu əlavə təhsil sayılır. Hər hansı bir təlimdə iştirak etmək, hansısa bir sertifikat almaq o əlavə təhsil deyil. Bunu ayrımını vermək istədim ki, yanlış anlaşılma olmaz. Bəli. Bugün də elə ən çox bəlkə də yanlış anlamırlar, bəlkə də məqsəd yönlü özləri fikri yayındırırlar o istiqamətə. Çünki bəs qanun nədir? Baxın, hüquqda müxtəlif məcəllələr var da, cinayət məcəlləsi, mülki məcəllə, ailə məcəlləsi, əmək məcəlləsi. Yəni, qanunlar onun üçündür ki, obyektiv, konvensial reallığa aparıb çıxarır bizi. Ki, kimə siz demişkən necə müraciət eləmək olar? Əgər hər kəs öz aləmində, öz arşını ilə ölçüb bir qanun çıxardırsa öz daxilində, onda dünya olmaz, qanun olmaz, ölkə olmaz, dövlət olmaz, xaos və anarxiya yaranar. Və Azərbaycanda bir insan özünü psixoloq adlandırırsa, klinik psixoloq adlandırırsa, psixoterapevt adlandırırsa, bu mütləq şəkildə Azərbaycan Səhiyyə Nazirliyi və yaxud da Azərbaycan Təhsil Nazirliyinin verdiyi rəsmi sənəd əsasında olmalıdır ki, yoxsa gedib bəzi ölkələrdə pul verib əvvəllər müəyyən vərəqlər alırdılar, indi heç onu da getmirlər, elə evdə özləri Photoshopla hazırlayırlar və qoyurlar güya bu Trinidad Tobago adalarında qutarıbdır, kosmonavtdır, ilk kosmosa uçmuş Azərbaycanlıdır, akademikdir. Gələn kimi də özdə minimum akademiya açırlar. Yəni, belə deyim də, əvvəllər üst tuturdular klinikalara, indi ki, Səhiyyə Nazirliyi düşüb klinikalarda yoxlamalara, hamısı gedib bir Şaraşkinin bir kantorunu açır, taxçalarda, boğçalarda, zirzəmilərdə, yarım zirzəmilərdə güya ofis açıb, ofis götürübdür özünə və orada dələduzluq və fırıldaqçılıqla məşğul olurlar. Və əsas da vurğuladıqları belə dələduzların o məsələdir ki,
diplom nə verir? Diplom heç nə vermir. Bilirsiniz niyə? Ona görə ki, yer üzündə cəmi 2 yer var da, 2 sahə var ki, orada diplom tələb olunmur. Onlardan biri ümumiyyətlə fırıldaqçılıq və dələduzluğun növləri, ikinci də tərbiyədən, namusdan, ləyaqətdən uzaq fəaliyyətlə məşğul olanlar və elələri öz əsl sənətlərini, öz əsl peşələrini psixologiya ilə qarışıq salırlar. Onların əsl sənətlərindəki onlara diplom heç nə vermir və diplom lazım deyil. Elə bilirlər ki, psixologiya üzrə, psixoterapiya üzrə təhsil alanların da diplomları heç nə vermir. Bax, problem oradan qaynaqlanır. Bəli. Bir də bir məsələ var Şəfə xanım. Nə zaman bir boşluqları biz yaratdıq ki, insanlarda psixologiya kütləvi bir axın yarandı. Və nədənsə hər kəs psixoloq olmağı özlərinə xüsusi bir status seçdilər. Burada maraq, meyllər, bu elmin çətinliyi qaldı bir kənarda. Amma nədənsə bu adı daşımaq sadəcə onlar üçün, bilmirəm, bir işlərinə yaramaq, hansısa bir maraq dairələrində ola bilər, aparıcı bir rol oynaya bilər. Amma nə isə bir baş verdi. O nə isəni hələ də bir çözə bilmirik. Bəli, tamamilə düz buyurursunuz. Cəmiyyətdə sanki bir psixoloq olmaq sindromu yaranıb. Hamı psixoloq olmaq istəyir. Zaman var idi, biz, məsələn, mən təhsil işçisiyəm, auditoriyada hər cür tələbə olur, müəyyən problemləri olan tələbələr olur. Onları psixoloji yardıma dəvət eləyə bilmirdik, cəlb eləyə bilmirdik. Məsələn, psixoloji yardımla psixiatriyanı səhv salırdılar. Bəzən valideyn hətta gəlirdi, yaxınlaşırdı ki, mənim uşağım dəlidirmi, ya nədir, bu cür səhv salırlar. İndi çox şükür ki, sevindirici haldır ki, insanlar psixoloqlara müraciət eləyirlər. Bu yaxşı bir haldır. Müasir dövrdə sosial şəbəkələri olsun, müasir dövr inkişaf etdikcə insanlar bir depressiv hallar da çoxalır, stres çoxalır, insanın psixoloqlara müraciət etmək ehtiyacı yaranır. Amma mən düşünürəm ki, bu ehtiyacdan olur. Əsl psixoloq yetişdirmək üçün bayaq da qeyd etdiyimiz təhsil önəmlidir. Təhsil də müəyyən bir vaxt tələb eləyən məsələdir. Əvvəllər 90-cı illəri və ondan əvvəlki zamanları götürsək, o zamanlar təhsil müəssisələrində, məsələn, orta məktəblərdə psixoloji xidməti müəllimlər aparırdı. Psixoloqlar yox idi, çox az idilər və heç tələbat da yox idi. Həmin ixtisaslara çox az adam, balı düşməyən, belə deyək, dırnaq arasında o insanlar seçirdilər həmin ixtisasları. Maraq yox idi. Ona görə, az olduğuna görə də müəllimlərə həvalə olunurdu. Onlar müəyyən bir kurs keçirdilər, psixoloq vəzifəsini öz üzərlərinə götürürdülər. Amma müasir dövrdə, bu 13-cü ildə qəbul olundu təhsilin inkişafı üzrə dövlət strategiyası. Onu da əsas götürərək psixoloji xidmətə dövlət nəzarəti gücləndi və çox şükür ki, maraq artdı. Amma yenə deyirəm, onun üçün bir müddət lazımdır. Bəlkə də o müddətin boşluğundan istifadə edərək siz dediyiniz insanlar psixoloji xidmətlə məşğul olmağa başladılar. Və hətta kliniki psixoloq deyə özlərini adlandırırlar. Hansı ki, məsələn, bu tibblə bağlı kliniki sözünün yanında fikir verirsə, mötərizədə tibb yazılır. Bu tibblə bağlı olan bir məsələdir. Yəni, mən pasiyent qəbul eləyirəm, mən diaqnoz qoyuram. Bunlar çox böyük məfhumlardır. Yəni, bunu hər kəs özünə rəva bilməməlidir. Özünə hörmət edən insan buna rəva bilməməlidir. Təhsil yenə də təhsil. Təhsili olmayan insanlar bu işlə, bu insan orqanizmindən, insan ruhunla bağlı olan bir şeydir. Tam doğru. Məsələn, hansısa bir peşə, tutal, məsələn, dərzilik, bu elə bir şeydir ki, bayaq da deyirəm söhbətimizdə, uzaqbaşı bir parçanı səhv kəsərsən, əvəzini verərsən, atarsan o parçanı, yenisini alıb verərsən. Amma bu insan ruhunla bağlı olan bir şey olduğuna görə, düşüncə təfəkkürünə birbaşa təsir. Ona görə o mütləq şəkildə ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilən bir şey olmalıdır. Bəli, tam doğru. Burada təbii ki, dediyimiz kimi 10 günlük nə zaman, doktor, bu 10 günlük kurs keçirmələr, bilirik ki, klinik psixoloq sertifikatı da verirlər. Uzman klinik psixoloq. Xahiş edirəm, o uzman sözü xüsusilə vurğulayın, xətirlərinə dəyər. Bu nəyin əsasında bu? Hardan bu cəsarətlər alındı ki, bunu əslində nə Səhiyyənin, nə Təhsil Nazirinə aid olan qurumlar deyil, müstəqil fəaliyyət göstərən qurumların nə dərəcədə bunun ixtiyarı və cəsarəti çatır ki, məhz bunlar həmin sertifikatları verdilər və bu insanlarda nə zaman bu inam yarandı ki, bu sertifikat məhz bu elə ali təhsili təsdiqləyən diplom əvəzidir və elə bu varsa,
Bu nədir? Bu psixoloji, bu natamamlıqmı ki, insanlarda bir boşluq varmı ki, bundan boşdurduq? Düzgün informasiyanın olmamasıydırmı? Bəlkə də bu söz sahibi insanların doğru düzgün daha çox danışmamaqda olacaq bir boşluqdan yararlanma oldu. Nə oldu ki, bu həmin dediyimiz kurs keçən insanları özlərini bunu ali təhsil dərəcəsini təsdiqləyən diplom kimi görməyə başladılar. Və bununla da işə götürən yetərincə insanlar oldu. Bilirsiniz, belə bir qəşəng fikir var ki, bəzən cahillikdən doğan cəsarətin qarşısında heç kim dura bilmir. Və onların, belə deyim də sizə, kimisi, bir qismi cahil cəsarətindən bu çıxışları elədilər. Kimisi də, onsuz da zaten onun itirməyə heç nəyə yoxdur da. Yəni, təhsilli insan nüfuzunu qoruyur, təhsilli insan ən azı diplomunu müdafiəsində də hər hansı bir cinayətə əl qoymaqdan çəkinir. Amma onun itirəcəyi nəyi var? 3 günlük keçdiyi kursun, eyb yox, əlindən alınacaqdır o kağız, o heç bir hüquqi yükə malik olmayan fake, saxta bir kağızdır, çapılı eləyib özü. Sabah birində çap eləyəcək, Şeyx Nəsrullah kimi şələşüləsini yığıb gedib başqa bir yerdə fəaliyyət göstərəcək. Ona görə də onların itirəcəyi bir şeyləri də yoxdur. O da onlara ikinci bir yerdən cəsarət verir və təbii mən sizlə razıyam. Bax, bugünkü gün nə gözəl ki, artıq ölkəmizdə mütəxəssislərimiz, həkimlər, psixiatrlar və bizim dəyərli psixoloqlarımız sizlərin qisminizdə artıq hərəkətə keçiblər və artıq bu psixologiyada həmrəylik, birlik yaradılır və həmin o alaq otları ilə mübarizə başlanılıbdır. Çünki indiyənə kimi, bilirsiniz, problemin qloballığından təsəvvürümüz yox idi. Hər kəs başın salbaşağı öz işi ilə məşğul olurdu. Kimi dərsini deyir, kimi konsultasiyalarını eləyir, kimi elmi araşdırmalarını, kimi başqa özlərində çalışır. Və günlərin bir günü ayıldıq ki, bugünkü gün internetdə axtarışa verəndə psixoloq çıxan 10 adamın 8-i maşennikdir, dələduzdur, təhsili yoxdur. Ancaq əhali isə onları mütəxəssis bilir. Niyə görə? Çünki yenə də sosial şəbəkə idarə olunmur, kontrolsüz bir yerdə. Hamısı özlərini necə istəyirlər təqdim edirlər, insanları aldadırlar. O saman çöpündən yapışan insan kimi tutaq ki, kiminsə evladında autizm diaqnozu qoyulubdur da və eşidir ki, hansısa bir mərkəzcik elan eləyir ki, 6 aya uşağınızı sağaldırıq. Təsəvvür iddiaya baxın ha. Və hətta bəziləri deyir, güya xüsusi aparatlar gətiriblər xaricdən, o aparatlar vasitəsilə möcüzələr göstərirlər. Biri xoşbəxtlik aparatı qoymuşdu aparatının adı, o birisi köhnə EEG, elektroensefalogrammanı götürür, uşaqlara başına güya elektroimpulslar, adlar da tapırlar, təsəvvür edirsinizmi? Buna aldanır valideynlər də kütləvi şəkildə gedirlər, düşürlər o dərəcə. Sözünüzə qüvvət olaraq bildirmək istəyirəm ki, bayaq dediyiniz Zülfiyə xanım, o problemin bir tərəfi də elə müraciət edən insanların özündədir. Valideyn olsun, ya yetkin bir şəxs olsun, araşdırmaq lazımdır. Ən elementar başımız ağrıyanda, həkimə müraciət etmək istəyəndə hər birimiz araşdırırıq. Yaxşı həkim olsun, təcrübəli olsun, haranı bitirdiyinə qədər hətta baxırıq. Eyni zamanda psixoloqlara da müraciət etdiyi zaman insanlar özləri seçim eləməlidirlər. Kör-köranə şəkildə müraciət etmək olmaz. Bu reklam eləyirlər, reklam elə bir şeydir ki, gözü boyur, insanların gözünü boyur. Onlar da düşünürlər ki, hə, bu reklamı böyükdürsə, güclüdürsə, deməli bu yaxşı mütəxəssisdir. Müraciət eləyənlərin özləri də seçim eləsələr, o problem aradan qalxar həm də. Bəli, bəzən də elə bizdə olur maariflənməmək, bilgisizlik, bəzən də bizi bu uçuruma aparır, amma yenə də onların da təbliğat mexanizmi o qədər güclü işləyir ki, bəzən valideynlər də bu işdə çarəsiz qalır. Çünki o gedişatı bilmədən, nəyi necə yoxlayacam anlayışını bilməyən valideyn özü də qalır ki, nəyi nə zaman və hansı formada araşdırmalıyam və nə dərəcədə mənə doğru düzgün məlumat veriləcək deyə. Tamaşaçımız var telefon xəttində. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir, hörmətli Zülfiyə xanım. Axşamınız xeyir olsun. Hörmətli psixoloqlarımızı da salamlayıram. Xoş arzularımı bildirirəm. Bugün çox doğrudan da çox mümkünsə biraz ucadan sizi tam eşidə bilmirəm. Bugün çox aktual bir mövzudur həqiqətən də. Çünki bugün ölkədə
psixoloqların sayı günü-gündən artır. Amma bilinmir ki, bu psixoloqlar həqiqətən ali təhsilli psixoloqlardır, psixologiya fakültəsini bitiriblər və yaxud da ki, tibb universitetini bitiriblər. Eyni vəziyyət də kosmetologiyadadır, bilirsiniz, yəqin məlumatınız var. Səhiyyə Nazirliyi tədbirlər görür bu orta təhsilli, orta ixtisas təhsilli özlərinin adını qoyublar həkim və psixologiyada da eyni vəziyyət alınır. Get-gedə də bu rəqəm artır. Məni maraqlandıran bilirsiniz nədir? Bax, sosial şəbəkələrdə həddindən artıq çox psixoloqlar məsləhətlər verirlər, bilinmir. Bunlar həqiqətən psixoloqdur, yoxsa kimlərdir? Amma televiziyada çıxış edən bəzi kanallarda psixoloqlar özlərin elə aparırlar. Amma həqiqətən baxırsan ki, bu adam psixoloq deyil. Hətta diaqnoz da qoyurlar. Yanlış diaqnozlar qoyurlar və insanları bədbaxt edirlər. Və bizim təəssüflər olsun ki, insanlarımız bəziləri buna gedirlər, bunlara inanırlar. Bunun qarşısını necə alaq biz? Nə etmək lazımdır? Ülviyə xanım, bax, siz yüksək ixtisaslı psixoloqsuz. Elmir müəllimi tanıyıram. Xanımı eşitmişəm, məsələn, mən özüm tibb işçiyəm, tibb elmləri namizədiyəm. Bu bir bəladır. Ona görə bununla necə mübarizə aparaq? Nə etmək lazımdır? Təşəkkür edirik zənginizə görə. Elə bizim ən ağlı yerimiz necə mübarizə aparmalıdır. Elə bizdə də millət vəkilimiz Müşfiq Məmmədli elə Səhiyyə Komitənin üzvüdür. Biz elə bu haqda onunla da dünən danışdıq ki, ümumiyyətlə bunun bir qanuni tənzimləmə mexanizmi varmı? Bu prinsip necə tənzimlənməlidir? Bu gedişatın qarşısı necə alınmalıdır deyə. Təbii ki, bugün də bizim uzun illər belə deyək də fəaliyyətimizi, pedaqoji fəaliyyətə həsr edən psixologiya üzrə fəlsəfə doktoru, təhsil işçisi Şəfəq xanım Şahməmmədova ilə müzakirə aparırıq ki, Şəfəq xanım necə edək? Bizdə deyirik, valideynlər təbii ki, araşdırsınlar. Bəzən də klinik psixologiya özü psixoloq, klinik psixoloq, sosial psixoloq deyə, ailə psixoloqu deyə. Bu anlayışları biz ümumilikdə psixoloq adı altında bilirik. Bəlkə də bunların fərqinə varmırıq. Bunlar hansı missiyanı daşıyır? Ümumiyyətlə, bax, klinik psixoloq anlayışını biz kimə deyə bilərik? Bu hansı göstəricini özündə daşıyan bir insana məxsusdur və hətta ailə psixoloq. Bu niyə görə soruşuram? Çünki təbii ki, bundan sonra deyəcəyim bir məsələ var ki, bir şəxsiyyət pozuntusuna əziyyət çəkən bir valideynin müraciəti səhvən ailə psixoloquna getsə, təbii ki, klinik psixoloq olmasa, burada təzədən başqa bir ciddi fəsadlar və problemlər yaşanacaq. Bax, necə edək məsələsinin elə çözümü bəlkə də buradan başlayır ki, birinci necə ayırt edək? Şəfəq xanım, buyurun. Hər bir sahədə olduğu kimi psixologiya sahəsində də müxtəlif sahələr var. Yəni, müxtəlif psixoloqlar müxtəlif sahələr üzrə ixtisaslaşırlar. Yəni, qeyd elədiyiniz kimi bir sahə üzrə digərinə müraciət edəndə nəticə effektiv olmayacaq. Amma fəaliyyət göstərən psixoloqlar özləri onun fərqindədirlərmi? Sual buradadır. Fərqindədirlərmi ki, yəni bu gələn insan, buna müraciət edən insan onun fəaliyyət göstərdiyi sahəyə uyğundurmu, uyğun deyilmi? Onun üçün də o mütləq şəkildə ixtisaslaşmış psixoloq olmalıdır. Əgər ixtisaslaşmış deyilsə, deməli ki, onun heç fərqində də deyil, siz dediyiniz problemlər mütləq şəkildə yaranacaq. Bayaq qeyd etdiyim kimi, klinik psixoloq kimə deyilir? Minimum magistr, klinik psixologiya üzrə magistr ixtisası olan və 1 il fəaliyyət göstərmiş insanlara deyilir. Və onların ixtiyarı var ki, müayinə aparsınlar və diaqnoz qoysunlar. İndiki fəaliyyət göstərənlər onun fərqindədirlərmi, deyillərmi? Bayaq deyim ki, hiperaktiv uşaqla autizmli uşağı bir-birindən ayıra bilirlərmi, bilmirlərmi? Yəni, bu şeyləri bilməyən, istənilən gələni mən pasiyent qəbul eləyirəm deyə qəbul eləyib, onlara hansısa necə deyim, məsləhətlər vermək və yaxud nə, bu psixoloq olmaq demək deyil. Bəli. Elə hiperaktiv uşaq və autizm spektr pozuntusunu anlayışını verməyənlər, elə impulsiv uşağı da elə belə deyək də autizm spektr pozuntusu var deyə və bunu efirlərdən də müəyyən diaqnozlarla qoyanlar var, doktor. Əslində
belə bir gedişat yaşandı və bundan çox sayılı valideynlər tədirgin olmağa başladılar ki, yanlış bir diaqnoz bilirik ki, bir neçə ailələrdə orada təməl sütununu məhv edə bilər, deyilmi? Orada insanların rahat və huzurunu poza bilər. İnsanlarda emosional dayanıq gücünü birbaşa sıfırlaya bilər. Yəni bunu deyən insanlar nə qədər məsuliyyət daşımırlar ki, tamam da qarşı tərəfi də anlamaq. Amma bilirik ki, övladlar insanların zəif yeridir. Doktor, hər nə olsa valideyn övladımın yaxşı olsun deyə, hər çağırışa gedəcək deyə və buradan da yola çıxmağa başladılar. Uşaqların psixologiyasını bərpa edən reabilitasiya, hətta akademiyaların açılmağına qədər artıq bugün irəliləyişlərimiz var, maşallah. Arasında. Və məsələ ondan ibarətdir ki, bayaqlarım Şəfəq xanım da çox gözəl dedi. Burada insanlar fərqində olmalıdırlar ki, itirilən təkcə onların o ödədikləri hansısa bir pul deyil. Qızıldan qiymətli zamanı itirirlər ki, əsl mütəxəssisə zamanında müraciət eləsələr, o xəstəlik sağala bilər, bəlkə qarşısı alına bilər ki, onlar gedirlər o təhsili olmayan dələduzlara, tərbiyəsi, ağlı, savadı olmayanların yanına. Məsələn, götürək hətta xəstəlikləri qoyaq qırağa. Məsələn, ailə konflikti ilə bağlı konsultasiya güya verir. Təbii ki, qadın gəlir, şikayətlənir ki, yoldaşı ona xəyanət edibdir, əri. Biz hamımız bilirik ki, bu düzgün hərəkət deyil, hamımız bunun əleyhinəyik. Amma həmin o dələduz, fırıldaqçı təhsilində, əxlaqında, ağlında qüsur olan biri nə deyir? Ən yaxşı halda bilirik də sonra pasiyentlər gəlir bizim yanımıza, deyirlər ki, ərin xəyanət edib, Allah uzaq eləsin, sən də elə. Ged özün üçün yaşa. Təsəvvür edirsiniz, bu nə deməkdir belə? Bu nə biabırçılıqdır belə? Təbii ki, normal insan bir-iki görüşdən sonra belə fikirlər eşidəndən sonra başını götürür, qaçır. Amma o adamın ki, içərisində elə meyil var idi, o yanına getdiyi dırnaq arası, o saxta psixoloqun yoluna başlayır onun yolunu davam eləməyə. Olur onun kadrı. Və kişi də ayılır ki, artıq ailə də gedib, it də gedib, ip də gedib, qadın da gedib, hər şey dağılıbdır. Yəni, o saxta psixoloqlar, o Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi tərəfindən saxta diplomları tanınmamış biriləri, onlar bugünkü gün, bəli, ailələrin dağılmağına səbəb olur, ailələrdə namus problemləri yaşamağına səbəb olur və həmin o xəstəliyi olan insanlar, hansı ki, tutaq ki, başlayıb panik atak. Axı, bu mütəxəssisə müraciət eləsə çox rahat müalicə olunar. Hətta zamanında düzgün mütəxəssisə müraciət olunanda dərmansız belə müalicə olunar. Amma o qədər zaman itirirlər həmin o dələduzların yanında ki, nəticə etibarilə siz baxın, pasiyentlərdə ümidsizlik yaranır. Fikirləşir ki, bu sağalmayan xəstəlikdir. Deyir, getdim falan kəsin yanına, bu qədər vaxtım getdi, nəticə heç nə, sıfır. Biz bilirik, psixoloji xidmət, konsultasiya, psixoterapiya, seanslar keçməlidir ki, effekt olsun. Amma, bəli, bunun da bir beynəlxalq protokolu olmalıdır. Və bu da başqa insanlarda, bu göstəricilər bütün demək olar ki, başqa psixoloqlara bir etalon olaraq artıq çevrilməyə başlayır və onun fonunda insanlar dəyərdən və hörmətdən, peşəkarlığına şübhə ilə yanaşmaq kimi gedişatlarda bulunmağa başlayır. Bu da çox ağırlı bir yerdir. Bu haqda danışacağıq ki, necə panik atak və OKP-ni 10 günə tam müalicə eləyənlər də varmış. Nə gözəl. Reklam fasiləsinə ayrılırıq. Reklam fasiləsindən sonra yenidən müzakirəmiz davam edəcək. Reklam fasiləmiz bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, bugünkü psixologiyamızın durumu bəzən gedən fərqli istiqamətə doğru yönəlilək əslində özlərinin bu sahədə əsl peşəkar və mütəxəssis kimdir, necə seçilməlidir, bunları necə ayırt etməliyik müzakirəsi ətrafında danışırıq. Şəfəq xanım, tədris ocaqlarında belə götürək, istər orta təhsil, istər ali təhsil mərkəzlərində psixologiyanın xidmətləri. Bu haqda istəyirəm danışaq. Təbii ki, uzun illər əvvəl siz də vurğuladığınız kimi bu xidmət sadəcə pedaqoqlar, müəllimlər tərəfindən aparılırdı. Amma indi konkret olaraq psixoloji kabinetlər deyiləcək, artıq xüsusi bu səlahiyyətə sahiblənəcək insanlar var. Bu xidmətin gedişatı necə tənzimlənir, mexanizm necədir, fəaliyyət bugün qənaətbəxş hesab oluna bilirmi?
Ümumiyyətlə, təhsilin inkişafı üzrə 2013-cü ildə dövlət strategiyası qəbul olunub. Strategiyada da dövlətin qarşısına qoyduğu məqsədlərdən biri elə bu psixoloji xidmət üzrədir. Hətta psixoloji xidmət üzrə dövlət üzərinə səriştəli valideyn proqramı dəstək olmaq üçün belə bir proqramın hazırlanmasını da üzərinə götürüb. Psixoloji, pedaqoji maarifləndirilməlidir valideynlər. Yəni, hətta bir addımda, məktəbdən bir addımda qabağa gedir. Yəni, məktəblərdə valideynlər, pedaqoqlar bir yerdə pedaqoji, psixoloji fəaliyyət göstərməlidirlər. Eyni zamanda, bayaq qeyd elədiyim kimi, 20-ci ildə qəbul olunmuş təhsildə psixoloji xidmət haqqında qanunumuz var ki, orada da göstərilib. Orta məktəblərdə xüsusi kabinetlər fəaliyyət göstərir. Amma bu hansı səviyyədə fəaliyyət göstərir, o böyük bir təhlil tələb edən məsələdir. Amma təcrübəmizdən görünür ki, biz ali təhsil müəssisəsi olaraq, ali təhsilə gələn tələbələr ki, orta məktəbdən gəlirlər, onların psixoloji durumundan hiss olunur ki, məktəblərdə hansısa boşluqlar var. O araşdırılmalıdır. O psixoloqlar həqiqətən də ixtisaslaşmış psixoloqlardırmı, təhsilli psixoloqlardırmı, yoxsa elə hər hansı bir müəllimə yenə də təhkim olunmuş psixoloqlardırmı? Bu artıq təhlil tələb edən bir məsələdir. Eyni zamanda məktəblər qeyd elədiyim kimi ailələrlə birgə işləməlidirlər. Bəzən ailələr düşünürlər ki, bütün problemlərimiz məktəbdə həll olunacaq və yaxud ondan əvvəl bağçada həll olunacaq. Yəni, ailə öz uşağının tərbiyəsində, psixoloji durumunda heç bir dəstək göstərmir. Deməli ki, valideynlər özləri də psixoloji cəhətdən maarifləndirilməlidirlər. Öz uşağının yaş psixologiyasını ən azından bilməlidirlər ki, hansı yaşda hansı fəaliyyət növü var, hansı yaşda hansı işlə bu uşaq məşğul olmalıdır. Bəzən baxırıq ki, 3 yaşında uşaqdan və yaxud 4 yaşında uşaqdan 2-ci sinifin materialını valideyn tələb eləyir. Axı, bu uşağın fəaliyyət növü təlim deyil. Bu uşaqda, bəli, xarici dil öyrənmələr. Tamamilə doğrudur. Bu yaşda oyun oynamalıdır. Oyunla məlumatlanmalıdır, ətraf aləmi oyunda dərk eləməlidir. Yəni, bunlar hamısı elementar görünsə də, əslində psixoloji cəhətdən valideyn məlumatlı olsa, o uşaq daha yaxşı məktəb yaşına çatanda daha səmərəli fəaliyyət göstərəcək. Yəni, hər yaşın öz fəaliyyət növünü valideynlər bilməlidir. Hal-hazırda ali təhsil müəssisələrində də psixoloji xidmət mərkəzləri fəaliyyət göstərir. Orada bütün təhsil proqramlarında demək olar ki, xüsusilə təhsil ixtisaslarında psixologiya fənni tədris olunur və əksər ali məktəblərdə kafedralar mövcuddur və orada da çox ixtisaslaşmış mütəxəssislər var. Məsələn, bizim ali məktəbdə bu fəaliyyəti, psixoloji xidmət fəaliyyətini ictimai əsaslarla öz müəllimlərimiz həyata keçirirlər və mən sizi əmin eləyə bilərəm, gəlib qonağımız da ola bilərsiniz hər ikiniz, çox şad olarıq. Nə qədər tələbə müraciət eləyir? Nə qədər tələbə, ailəsində bir də görürsünüz problem olur. İmtahan öncəsi, bax indi vaxtıdır. Bəli, təlimlərimiz də olur. İmtahan stresinin aradan qaldırılması üzrə dəvət etdiyimiz tanınmış psixoloqlar da olurlar. Fəaliyyət göstərir. Yenə deyirəm, tam deyə bilmərəm ki, %100'lükdür, amma bu istiqamətdə Elm və Təhsil Nazirliyinin də, dövlətin də dəstəyindən işlər gedir və ümid eləyirəm ki, bu istiqamət təhsilli insanların üzərində daha da möhkəmlənəcək. Bəli. Burada indi bir məsələ yaranır Şəfəq xanım. Demək ki, ali təhsil ocaqlarına təbii ki, yetkin, artıq yeniyetmə uşaqlarımızın özlərini dərk etmə dərəcəsi vardır. Artıq bilirik ki, bizdə təfəkkür olğunlaşır və dərk edirik ki, bəli, məndə bir problem var, mən psixoloqa müraciət edək. Bunun orta məktəb təhsil ocaqlarındakı bu boşluq ki var, bir-birinə yaxınlaşma qorxusu, uşaq psixoloq anlayışının fərqində deyil. Ola bilər, çünki oradakı yaş fərqləri ola bilər. Burada hardan başlayır bu, belə deyək, bu körpülərin yanması? Valideynin psixologiya haqqında bilgisizlikdirmi? Yoxsa bəlkə burada çalışan pedaqoqun bu sahəni sevdirməməsi və o anlayışı uşaqlara təsvir etməkdə bir az zəiflikdir, bir az haradasa deyərdik ki, bacarıqsızlıqdırmı, marağının olmamasıdırmı? Olmazmı ki, həmin pedaqoqlar orada o sevgi ortamını elə yaratsın ki, heç valideyn xəbəri olmadan, necə ki, ali məktəbdə bəlkə də valideynlərin xəbəri yoxdur, amma uşaqlar o qədər güvənlə müraciət edir. Məhz o formada olsun. Məsələn, valideynə deyəndə deyir, mənim uşağımın orta məktəbdə psixoloqun yanında nə əlaqəsi ola bilər? Sadəcə bir təhlükə, bir böyük bir bəla, fəlakət kimi qarşılayır. Bu, valideynlərin bilgisizliyi. Amma eyni zamanda bu tərəfdən də bir az soyuqluq gəlir.
gəlirmiş kimi Əlbəttə, gedişat var, deyil mi? Məktəblərdə olan psixoloji xidmət, o kabinetlər deyirik, onlar bəzən o bəlkə də ola bilər ki, bəzi məktəblərdə indi mən dəqiq deyə bilmərəm, təhlilsiz heç bir şey deyə bilmərəm, bəlkə də bağlıdır. Onu da bilmirik. Bəzən də bizdə efirlərdən bir də görürsünüz elə bir hadisə baş verir ki, məktəblərdə psixoloq həmin zaman üzə çıxır. Bu uşaq psixoloqa yönləndirildi. Amma elə olmalı deyil. O əvvəlcədən həmin psixoloq müşahidə etməlidir, hansısa bir fəaliyyət göstərməlidir, onun bir xüsusi fəaliyyət planı olmalıdır, o şagirdlərlə işləmək, valideynlərlə işləmək ki, məsələ gərginləşməmiş qarşısı alınmalıdır bu məsələlərin. Bəzən deyirlər, filan şagird məsələn tədrisdən yayınır və yaxud oxumur. Oxumur deyə şagird yoxdur. Bəli. Təhsildən yayınır deyə bir şagird yoxdur. Belədir, əgər əqli cəhətdən şagird, təhsil alan heç bir problemi yoxdursa, əqli cəhətdən yerindədirsə hər şey, o şagirdin hansısa bir psixoloji problemi var. Və heç onun özü də fərqində deyil, heç ailə də fərqində deyil. Əgər araşdırsaq, görərik ki, həqiqətən də ailəsindəmi, ana-ata münasibətlərində və yaxud hansısa sosial bir problemləri var, nələrsə bir şey var. Biz hal-hazırda, məsələn, tələbələrimiz pedaqoji təcrübəyə göndəririk, onların üzərində bir nəfər də psixoloq gedir. Tapşırıqlarımızdan biri o olur ki, məsələn, bir tapşırığı mən sizə deyim ki, bir şagirdi götürürsünüz, məsələn, bir ay ərzində onu müşahidə edirsiniz və yazırsınız. Bu uşağın bütün davranışlarını, bütün xarakteristikasını adından tutmuş, ailə vəziyyətindən tutmuş. İnandırım sizi ki, tələbələr o qədər maraqlı gəlir sonda çıxan nəticə. Hətta bir dəfə bir tələbə mənə yaxınlaşmışdı ki, mənim müşahidə elədiyim tələbə aşpaz olmaq istəyir, onu evdən qoymurlar. Axı bizim millətdə var, mütləq şəkildə ali təhsil almalıyıq. Mütləq şəkildə. Düşünmürük ki, peşə təhsili də vacibdir. Bu dövlətin bir aşpazı olmalıdır, dərzisi olmalıdır və s. və s. Onu ailələr, o da bir problemdir əslində. Ailələr özlərinə sığışdırmırlar ki, övladları peşə təhsili alsın. Deyir, mən araşdırdım müəllimə, axırda uşaq deyir, boynuna aldı ki, mən aşpaz olmaq istəyirəm, valideynlərim məni başqa istiqamətə yönləndirirlər. Görün nə qədər uşağın həyatından valideyn oynayır. Hansı ki, 150 balla gedib hansısa bir sevmədiyi bir ixtisası seçəcək, əmək bazarında yer tapmayıb, gedib ofisiant işləyəcək də ən təhsilsiz işləyə bilər. Amma halbuki həmin restoranda aşpaz işləyə bilərdi. Yəni, belə bir hallarla da rast. Ona görə psixoloq həqiqətən də orta məktəbdə çox önəmlidir. Önəmli vəzifə daşıyan bir şəxs və struktur olmalıdır ki, növbəti etaplarda da artıq biz o işlə məşğul olmuruq. Bizə sadəcə müraciət eləyənlərin, biz müşahidə aparmırıq, artıq yetişmiş bir insan. Müraciət eləyənlərin psixoloji yardım göstərmək olar və yaxud hansısa psixoloji maarifləndirmə apara bilərik, tanınmış psixoloqları dəvət eləyib, onlarla görüşdürə bilərik, elmi sahəsinə yönləndirə bilərik, magistr işi olsun, hansısa bir layihə çərçivəsində olsun. Nə qədər gözəl. Doktor, bəlkə oradan başlayır ki, valideynlər bu psixoloq hansı problemləri çözmək üçündür? Psixoterapevt kimdir? Psixiatr kimdir? Bugün daha çox fərqindəyik ki, bu üç ixtisasın sahibi aydınlaşdırılmır. Psixoloqa müraciət edin dedikdə valideynlər bəzən mənim övladım dəli deyil ki, müraciət edək. Çox artıq bu düstura çevrilmiş bir bəsit bir düsturdur da. Bu artıq dillər əzbəridir və hər kəs düşünür. Sadəcə düşünürük ki, dəli olan insan zaten psixoloq dəli insanla çalışa bilməz. İndi əqli belə deyək də artıq insanlardan söhbət gedir. Və bunun fərqində deyilik. Mən elə bunu sizdən istəyirəm, bu haqda bir toxunuş edək. Psixoloq hansı xəstəliklərin, ümumiyyətlə xəstəlik deməyək, hansı problemlərin çözümü üçün psixoloq var, psixoterapevt hansı sahələrdə baxır və psixiatr anlayışını hansı xəstəliklərlə birbaşa ünvana gedə bilərik. Qoy bunların fərqini bilsinlər. Təəssüf ki, bəzən görürsünüz, uşaqdakı problem var. Bəzi problemlər, təbii ki, söhbət heç də bütün problemlərdən getmir. Bəzi problemlər müəyyən qədər onun valideynində də var deyə, valideyn uşağında problem olduğunu duya bilmir. Və yaxud da ikinci qrup problemlər var ki, onlar valideyndə yoxdur, elə təkcə uşaqdadır. Sadəcə bu uşaq valideynin gözünün qarşısında dünyaya gəlib böyüyüb
o dəyişikliklər, o inkişaf o qədər günbəgün, saat gedibdir ki, valideynin gözü ona öyrəşib, ələlxüsusda evin ilk uşağıdırsa, bəli, dinamika görmür. Xüsusilə də birinci uşaqdır. Onu xarakter kimi artıq qəbul edir. Bəli. Ona görə də çox doğru buyurursunuz. Şəfəq xanım çox gözəl dedi ki, məktəblərdə olan mütəxəssislərin fəaliyyəti bu işdə əvəz olunmazdır ki, onlar valideyni dəvət edir, deyir ki, siz fərqindəsiniz ki, sizin uşağınız ümumiyyətlə tamam başqa bir istiqamətdə gedir və onun ciddi problemi var. Söz yox. Biz məktəbdə çalışan psixoloqlardan onu tələb eləyə bilmərik ki, onlar oturub saatlarla seanslar aparmalıdırlar, müalicə işlə məşğul olmalıdırlar. Xeyr, yəni heç buna onların zamanı da yoxdur. Ona görə ki, məktəbdə görün nə qədər şagird və müəllim heyət var və o psixoloq özü də məktəbdə təkcə şagirdlik işləməli deyil. O müəllimlər, digər işçilər, valideynlər, onların hamısıyla maraqlanmalıdır. Bunun üçün böyük bir briqada olmalıdır. O da dünyanın heç arasında yoxdur. Ona görə də yəni məktəbdə çalışan mütəxəssisin işi vaxtında problemi aşkarlamaq, ailəni yönləndirmək ki, onlar gedib müraciət eləsinlər digər sahədə, klinik sahədə fəaliyyət göstərən mütəxəssislərə. Məsələn, psixoterapevtə. Niyə psixoterapevtə? Ona görə ki, məsələn, Azərbaycanda biz bunu çox gözəl bilirik ki, bizim çox dəyərli, savadlı psixiatrlarımız var, hansı ki, onlar çox ağır, çox ciddi xəstəliklərlə məşğul olurlar, müalicə edirlər o xəstəlikləri, məsələn, şizofreniyanın müxtəlif növləri, bipolar pozuntu, əvvəllər maniakal depressiv psixoz deyirdilər və s. xəstəliklərlə məşğul olurlar. Amma psixoterapevt o həkimdir ki, o, məsələn, sırf təkcə psixiatr olan həkimdən fərqli olaraq psixoterapevt psixiatriyadan əlavə təhsil almış bir mütəxəssisdir. O həm psixiatriya üzrə təhsil alıb, həm də psixoterapiya üzrə bir ümumi və bir xüsusi psixoterapiyanın elm tərəfindən qəbul olunan 3 əsas şaxəsindən biri, yəni psixoanalitik məktəb, CBT və ekzistensial psixoanaliz, loqoterapiya üzrə, bu üçündən biri üzrə o köklü təhsil alıbdır və gələn pasiyenti nəinki dərmansız seanslarla da müalicə eləyəcək, onun səlahiyyəti var, savadı var, bu üzrə ixtisas alıbdır. Və xüsusilə də söhbət əgər gedirsə, təşviş həyəcan pozuntularından, panik atak, obsessiv-kompulsiv pozuntu, depressiyanın əksər növlərindən biz danışırıqsa əgər, bunların uşaqlardan gedirsə söhbət, onlarda rast gələn çox saylı davranış pozuntuları. Biz çox gözəl bilirik ki, zamanında onlar gəlsələr həkim psixoterapevtə, heç bir dərman olmadan biz onları ancaq seanslarla müalicə edirik. Baxın, bu o demək deyil. 20 ildir insan özü də ki, psixiatrda yox. Nevroloqlarda, kardioloqlarda, kimlərdə da bütün dərmanları, psixotrop və hətta nəinki psixotrop, o ağır asıllıq verən anksiolitik trankvilizatorlar, hansı ki, narkotik qədər asıllıq verir, onu 10 gündən artıq içmək olmaz. Bunlar aylar, illərdir içirlər. Təbii ki, bu haldan getmir də söhbət. Yəni, təzə yarananda biz onları dərmansız da seanslarla bu xəstəlikləri müalicə edə bilərik. Amma təbii söhbət əgər ağır psixoz tutmalarından gedirsə, orada birinci növbədə müraciət bizim psixiatrlar olmalıdır ki, onlar xüsusi ağır neyroleptiklərlə güclü, ağır dedim, düz çıxmadı, güclü desək daha düzgün olar, neyroleptiklərlə pasiyenti həmin o tutmadan çıxara bilirlər. Yəni, psixiatra artıq dediyimiz kimi psixotik hallar, psixozlar, istər şizofreniya, istər psixozların növləri çoxdur. Onlar mütləq dərmanla, baxın, bununla da nevroloq məşğul olmalı deyil. Biz elə o haqda da danışacağıq ki, hansı xəstəliklər məhz psixoterapiyada, belə götürək də, psixiatr tərəfindən müalicə olunmalıdır ki, hansı ki, bunu çox əfsuslar olsun ki, bəzən də psixoloqlar və nevroloqlar da müalicə eləyirlər. Bu da var, doktor. Bu haqda danışacağıq. Növbəti qısa reklam arası, sonra yenidən müzakirəmiz davam edəcək. Reklamlar. Reklam fasiləmiz bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, məhz bugünkü psixologiyadan danışırıq.
Şəfəq xanım, uzun illərdir ki, elmi fəaliyyətiniz təbii ki, ali təhsil ocağındadır və yeniyetmələrlə çalışırsınız. Bugün desək ki, bizim cəmiyyətdə ən çox da problem məhz yeniyetmələr və valideynlər arasında baş verən münasibətlərin korlanması da deməyək ki, arada olan soyuqluq, diyaloqların alınmaması, uzlaşmada ümumiyyətlə yadlaşma, bir-birini eşitməmək hissi, eşitmək istəməmək niyyəti daha çox qabarıb. Burada bu körpülərin yanmasında valideyndirmi günahkar, övladdırmı günahkar, hər dəfə bunu çözməyə çalışırıq, amma yenə də səbəb nəticəni dəyişmir. Bugün reallıq, bütün bu problemlər yerində qalır, bəlkə də günü-gündən artır. Burada nə kimidir? Bax, bu əsas bunun yaranma səbəbi. Daha çox uşaqlarımıza verdiyimiz vaxtında sərbəstliyin, azadlığın dırnaqarası deyəcək anlayışını formalaşdırmaqda yanlışlıq etdik. Nəzarətdəmi bir boşluqlar buraxdıq ki, bugün artıq onları tarazlaya bilmirik. Bəzən deyirlər, övladım çox kaprizlidir. Məktəbə də gedəndə müəllimlərə də bəzən deyən valideynlər olur ki, övladımla biraz rəftarda mülayim olun. Çünki kaprizli uşaqdır. Biz bunu evdə belə böyütmüşük deyə artıq ön yarğılı olan valideynlər də var. Nə kimi səbəblərdə bunu axtarırıq? Siz əslində bir, belə deyək, bir pedaqoq, psixoloq, bir baxışı kimi. Deməli, doğru buyurursunuz. Valideyn və yeniyetmə münasibətlərində problemlər mövcuddur. Burada mən yeniyetmədən çox günahkar deməzdim. Valideynlərin bayaq da qeyd elədiyim kimi psixoloji maarifləndirməsinin az olmasıdır. Yəni psixoloji biliklərinin az olması bir səbəb ola bilər. İkinci səbəb uşağın həqiqətən də ərköyün böyüməsindən ibarət olar, amma ən çox psixoloji durumdan bağlıdır. Çünki bilirik ki, yeniyetmə yaşında insan ikinci mənini kəşf eləyir. Yəni, uşaqlar yeniyetmə vaxtında fiziki cəhətdən, xarici görünüş cəhətdən dəyişirlər. Qızlar da, oğlanlar da. Bunlar özlərini artıq fizioloji cəhətdən dəyişdiklərinə görə özlərində yaşlılıq hissi yaranır. Və düşünürlər ki, artıq böyüyüblər. Bunlara heç kəs heç bir şey deyə bilməz. Bu, psixoloji olaraq belədir. Bütün insanlar, bütün yeniyetmələr, biz daxil olmaqla bu hissləri keçirmişik vaxtında. Çox təəssüf ki, valideynlər bunu nəzərə almırlar və kənardan da necə deyim, psixoloji savadsızlıq təsir göstərdikcə valideynlərə ki, sənin övladın, məsələn, qızlar üçün deyirəm, saçını belə daradı, kosmetikadan belə istifadə elədi və yaxud oğlanlar üçün bir başqa şey, filan yerə getdi, tək getdi. Bu təsirlər də olduqca valideyn də övladının üzərinə düşür. Amma dərk etmək lazımdır ki, bu bir tələbatdır. O yaşın tələbi budur. Fikir veririksə, həmin yaş dövründə təhsildən yayınırlar. Uşaqlar yeniyetmə yaş dövründə ən yüksək nəticə göstərən yeniyetmə belə o yaş dövründə təhsildən geri çəkilir. Çünki onun maraq dairəsi itir, müəyyən qruplara meyilli olurlar, çalışırlar ki, özlərini böyüklərə, evdə qardaş varsa bacısının üzərində hökmranlıq qurmaq istəyir. Ona görə valideyn ona birbaşa təsiri nə cür göstərməlidir? Kənardan, gözünlə. Yəni, bu şeyi eləmə, bu olmaz, icazə vermirəm, evdən çıxmam. Bu ifadələr düzgün deyil. O, onu daha da tərsliyə, daha da başqa yollara yönləndirir. Sadəcə olaraq valideyn nəzarəti, valideyn o qədər özünü inkişaf elətdirməlidir ki, övladınla arasında o qopuqluq yaşanmasın. Çünki müəyyən vaxtdan sonra o yeniyetməlik dövrü bitəcək, o yeniyetmə artıq özünə qayıdacaq. Tamamilə özünü tanıyıb özünə qayıdacaq. O şeylər sanki olmamış kimi olacaq. Mən həmişə tələbələrimə deyirəm, həmin dövrün şəkillərini açın, baxın. İnsan həmin dövrün şəklindən utanır özü. Saçlarımız bir cür, həmin dövrün ən belə dəbdə olan geyimləri, nələri. İnsan bir qədər öz-özündən də şəkillərə baxdıqca utanır və demək ki, keçir o his. Ona görə valideynlər psixoloji cəhətdən həqiqətən də məktəblə bir yerdə mütləq şəkildə maariflənməlidirlər. Dövlət elə belə öz qarşısına o strategiyanı qoymayıb. Savadlı, maariflənmiş valideyn uşağın gələcəyi, birbaşa gələcəyi deməkdir. Bəli. Biz də nə qədər maarifləndirməyə çalışırıq, doktor, bu nəticələr necə verir? Bax, bizim bu maarifləndirmə, bu haqda danışdıqlarımız valideynlərimizi yenə də nəzarətin baskı ilə
bir-birinin ümumiyyətlə bu anlayışlar mənə elə gəlir ki, bəzən biz fərqində deyilik, nəzarəti baskı ilə daha çox üzərinə getməklə əvəzlədikcə artıq bu problemlər də çözülməz vəziyyətə gəldi. Və daha çox da müraciət edəndə bildirirlər ki, övladımla ümumiyyətlə danışa bilmirəm. Övladım mənimlə danışmaq istəmir. Niyə danışmaq istəmir və onu bu əslində bir məsuliyyətdən də qurtuluş deməkdir. Yəni danışmaq istəmir dedik və kəsib atdıq. Amma bəzən də elə Şəfiq xanım onu tam doğru vurğulayır ki, birazca da özümüzdə bu məsuliyyəti, bu günahın birazca da bir hissəsini özümüzdə görmüş olsaq, bəlkə də problem bu qədər böyüməz. Amma yenə də nəticədə bu problemlər böyüyür, qabarır və sayı çoxdur. Nə qədər sizə müraciət edənlər var və bunların da faiz göstəricisindən daha çoxu yeniyetmələrlə bağlıdır. Niyə bu problem həllini tapa bilmir? Bilirsiniz, nəsillər arasında fərq həmişə olubdur. Turgenevin ataları və oğullar hələ nəinki eramızdan əvvəl də olub bunlar, indi də var. Ancaq indi bir böyük məqamda odur ki, indi qəfildən ki, texnologiyanın belə güclü inkişafı, təsəvvür edin, son 5 ildə, mən o gün bir elmi araşdırmada oxuyuram, ola bilər illəri biraz yanlış deyərəm, məsələn, son 5 ildəki olan progres, son, nə bilim, böyük bir rəqəmdən gedir də, neçəsə 1000 mi, neçəsə 100 mi illərdə gedəndən daha çox olubdur. Yəni, valideynin bugünkü gün maraq dairəsi ilə, valideynin həyat baxışı ilə, evladı arasında, yeniyetmə evlad arasında fərq əvvəlkindən daha böyükdür. Təbii ki, biz onu həmişə deməliyik, valideyn normal ailələrdən söhbət gedir ki, evladını ən çox sevən bir insandır. Onun həmişə yaxşısını düşünür. Ancaq əziz valideynlər, burada bir məsələ odur ki, bəzi hallarda valideynin yaxşı və doğru bildiyi heç də bugünkü reallıqla üst-üstə düşmür. Və daha da çox mən praktikada müşahidə edirəm ki, valideyn, bax o doğrunu, yaxşılığı demək üslubu onun uşağının eşitmək tərzindən fərqlənir. Çünki biri var bizim lingvistik olaraq hansı dildə danışmağımız, biri də var psixoloji dillər. Və ona görə də bu təbiidir ki, valideynlərlə onların evladları arasında, xüsusilə yeniyetməlik yaş dövründə böyük bir ayrılma yaranır. Bəli, uçurum. Bəli, və özü də onu deyim sizə ki, axı yeniyetməlik dövründə həm fizioloji, həm psixoloji olaraq insan orqanizmində bir çox dəyişikliklər baş verir. Və görürsünüz ki, uşaqların, evladların bir böyük əksəriyyəti valideynindən başqa hamını eşitməyə, dinləməyə hazırdır. Tək ki, ancaq valideyn nə qədər doğru desə də, evlad onu qəbul eləmək istəmir. Bir qıcıq verici bir məqamlar yaşanır. Bu da böyük bir problemə gətirib çıxarır ki, həmin evlad gedib kənarda çox destruktiv, çox bəd niyyətli birilərinin təsiri altına düşə bilər. Bu, sosial şəbəkədə də ola bilər, bu, ətraf mühitdə də ola bilər. Ona görə bu halda mütəxəssis, həkim, psixoterapevt, klinik psixoloq, psixoloqun fəaliyyəti ondan ibarətdir ki, bu körpü rolunu oynayır valideynlə evlad arasında və təbii ki, gəlib bizə həmin o yeniyetmələr, uşaqlar, gənclər daha rahat-rahat bölüşürlər, paylaşırlar hisslərini, yaşantılarını. Nəinki evdə öz valideynləri ilə. Və ona görə də görəndə ki, artıq bu münasibət müəyyən bir kritik həddə yaxınlaşır, çəkinmədən mütləq müraciət eləsinlər, gəlsinlər, mütəxəssisə müraciət eləsinlər ki, biz zamanında problemin qarşısını ala bilək. Çünki gəlin yaddan çıxarmayaq ki, ən ağır xəstəliklərin də ilk başlandığı devir hansıdır? Manifestasiya devri məhz bu yaş dövrünə təsadüf edir. Sabahsı gün, bəli, kənardan baxıb çoxları valideynlərə deyə bilərik, əşi, uşaqdır, keçid devridir, düzələcəkdir, amma sabahsı gün iraq olsun, məlum olanda ki, onda çox ağır forma şizofreniya başlayırmış, onu səhvən keçid dövrü adlandırıblar və yaxud da sabahsı gün ciddi bir şəxsiyyət pozuntusu yarananda, sabahsı gün iraq olsun, uşaq gedib düşəndə hansısa bir narkoman, qumar, pis bir asıllıqların təsirinə düşəndə, ondan da betər çox destruktiv sektaların təsiri altına düşəndə, onda o kənardan valideynə deyənlər var idi. Əşi, uşağı neyinirsiniz? Psixoterapevtdə, klinik psixoloq aparıb, bəzən də hətta belə bir ağır kəlmə, uşağın üstünə
üstünə ad qoymayın. O nə deməkdir belə, yəni. Ora aparmayın deyənlər heç bir o ailəyə kömək eləməyəcək və heç eləyə də bilməyəcəklər. Çünki dediyim kimi, bütün problemlərin diaqnostikasında qızıl, bəli, zaman var. Düz deyirsiniz, istiqaməti bilmirlər. İstəsə də nə qədər niyyəti çox olsa da, o peşəkar istiqaməti vermək üçün, bayaq sizin də Şəfəq xanımın da dediyi kimi, müvafiq təhsil olmalıdır. Və bu təhsil də illərə, 10 illiklərə söykənən bir təhsil olmalıdır. Bəzən də elə müraciət eləndə, vurğulayanda ki, artıq sizin uşağınız ev şəraitində müalicə olunacaq dərəcədə deyil və siz konkret olaraq bunu yatılı vəziyyətdə, stasionar bir vəziyyətdə, yatılı xəstəxanada qoyub bunu müalicə etməlisiniz anlayışını eşidəndə artıq valideynlərdə bir düşüncə tərzi yaranır ki, o yaxşı, bilimli doktor olsa bunu mənə deməzdir. Bilirsiniz, bəzən Şəfəq xanım, valideynlər hər zaman düşünür ki, övladım mənim övladımdırsa, onu mənim qədər gözəl tanıyan heç kəs ola bilməz. Bəzən insan tanıdığı, bildiyi insanı da lap övladı olsun, kənar göz lazımdır ki, baxsın, o problemi görsün. İnsan özünün ən əzizində bəzən problemi görmür. Bəli, bəzən də o düşüncə bizi bax bu boşluqların da yaranmasına birbaşa gətirir. Düşünür ki, mənim övladımı mənim qədər gözəl tanıyan ikinci bir insan ola bilməz. Əgər onu dünyaya mən gətirmişəmsə, demək ki, problemini də həll edəcək və çözəcək yeganə insan məhz özüməm. Elə buradan da problem başlayır. Psixoloqa yönəltmək. Bəzən də insanlarda övladını bölüşmək qısqanclığı yaranır ki, mənim övladımı, məsələn, mən nəyə görə Şəfəq xanıma göndərməliyim? O da mənim kimi bir qadın, bir anadır. Onun edə biləcəkləri, mən də edə biləm. Bu düşüncə yanlış düşüncələr bizi bax bu problemlərin yaranmasına da gətirdi, çıxartdı. Yəni buradan bu mesaj olaraq istəyirəm bu haqda bir danışaq ki, bəzən hər şey əlimdədir, edə biləcəyim bir insanam deyə anlayışı özü ilə bir yanlışlıqdır, deyilmi? Və psixoloqa yönəltilməli, mütləq bizim üçün bir prinsip, bilmirəm, bir həyatımızın, gündəlik həyatımızın və övladımızın gələcək sağlamlığı üçün bir şüar olmalıdır. Əgər bir problem varsa, çünki insan arada bir bağlar var da, biz deyirik, mental dəyərlərdə bir pərdə var. Ola bilər ki, bir məsələni tam sərbəst açıb danışmaqda da bir sıxıntı yaşatsın övlad. Bunun üçün mütəxəssis burada problem yaşayırıq. Necə edək ki, bu istiqamətə, bu mütəxəssisə doğru istiqaməti yönləndirməkdə bir maraq oyadaq. Əslində bilgiləndirək ki, artıq bu sondur və sizin edə biləcəyiniz bir şey yoxdur burada. Bəli, bəzən olur ki, qeyd elədiyiniz kimi, övlad-valideyn münasibətlərində övladın elə bir durumu ola bilər ki, psixoloji durumu ola bilər ki, o onu valideynə deyə bilmir. Bu, ailənin strukturundan da ola bilər. Konservativ ailə ola bilər, məsələn, utanar, deyə bilməz. Elə ailələr var ki, məsələn, orada ata məhfum və bir stereotipdir. Yəni, ata, baba deyəndə heç... Məsələn, övladlar utanırlar, xüsusilə qız uşaqları nəsə deməyə və yaxud anaya. Bəzən, məsələn, xala uşaqlarına daha çox ürəyini açırlar. Bəzən də düzgün olmayan dost dırnaq arasında deyək ki, dostlara meyilli olurlar. Ona görə valideynlər daim göz açıq olmalıdırlar ki, övladlarına nə cür yanaşmanı bilsinlər. Müasir dövrdə, bayaq da qeyd elədiyim kimi, çox sevindirici haldır ki, psixoloqa müraciət düşüncəsi müsbət hala dəyişib. Yəni, əvvəlki dövrlərlə müqayisədə götürsək, mənim uşağım dəli deyil anlayışından yavaş-yavaş çıxırıq, çox şükür. Amma bu doğru əllərə mi düşür, bayaq müzakirə elədiyimiz məsələ çox əhəmiyyətlidir. Yəni, doğru ələmi düşdü, psixoloqa müraciət elədi. Bu, həqiqətənmi psixoloqdur, yoxsa adını psixoloq qoyan bir insandırmı? O, ən böyük problem odur. Yəni, aşdıq, bir problemi aşdıq. Valideyn özündə o gücü tapdı, övladını psixoloqa yönləndirdi ki, problemini aradan qaldırsın. İkinci bir problemə mi düşdü? Yoxsa həqiqətən də mütəxəssisin mi əlinə düşdü ki, o problemi aradan qaldırsın? Bayaq bir məsələyə münasibət bildirmək istəyirəm, yanlış anlaşılma olmasın deyə. Biz övladların üzərinə getməmək məsələsini deyəndə o demək deyil ki, övladları nəzarətsiz qoymalıyıq. Bunun yeni yetmə yaşıdır. Biz bunları mütləq şəkildə nəzarətsiz qoymalıyıq. Xeyr, elə deyil. Biri var, övlada deyək ki, yox, bu şeyi etməməlisən, olmaz. Bir də var, deyək ki, bu hərəkət məsələn, bu sənə yaraşmaz, bu davranış sənə yaratmaz. Etməsən daha yaxşı olardı. Yəni, hər ikisinin arasında
Bəli, fərq böyükdür. anladaraq başa Yəni salma, birdən məsələn maarifləndirmə deyirik, bu özü də bir maarifləndirmədir. Bəlkə hansısa bir əyalətdən bizə baxırlar, düşünərlər ki, efirdə dedilər ki, övladlarınızı bu yaşda üzərinə getməyin. O doğru olmaz. Yəni bunu da bir qeyd eləmək istədim. Və bəzən də elə müəyyən bir əyalətlərdən biz danışmışkən psixoloqa tam olaraq bilirik ki, mərkəzləşmiş olaraq Bakı şəhərində daha çox yerləşir və bölgələrdə də bizim psixoloq kadr çatışmamazlığından əziyyət çəkənlər yetərincədir və bu uşaqların mütəmadi paytaxta gəlişi, gedişi nəzərə alsaq ki, seanslar həftədə 2 dəfə və kəskinləşmiş halda 3 dəfəyə qoyulursa, bunun özü də müəyyən bir problem yaradır və bununla nə qədər ki, imkan olur, məsələn, sizin kimi işinin peşəkarı və doktor kimi insanlar danışdıqca buradan azacıq da olsa özlərinə bilgi götürmüş olurlar ki, müəyyən mərhələlərdə bunlar. Doktor, bu haqda çox danışdıqca əslində bizdə olacaq o boşluqları mən hər zaman deyirəm ki, sözü danışmağa haqqı olan insanlar danışdıqca boşluqlar götürüləcək və insanlar bilgilənəcək. Biz bugün konkret olaraq insanların təbii ki, psixoloqlara yönəltməyi Şəfəq xanım dedi, bunu ayarladıq. İndi bunun ikinci bir mərhələsi. Bizim bu tamaşaçımız, bu insanlar necə ayırt etsin, kimə və necə övladımı kimə əmanət edim? Çünki düşüncə idarə olunması çox qorxulu və təhlükəli bir şeydir və bunun üzərindən insan həyatını da məhv edə bilər və insan yenidən özü də qayıdış edib mükəmməl insana da çevrilə bilər. Bilirik də bunun təsiri çox güclüdür. Yaxşı, seçimdə necə edək? Necə bu seçimi, belə deyək də, biz tamaşaçılara, izləyicilərə, bizim əziz ailə üzvlərimizə deyək ki, peşəkarlıq nəyi tələb edir və burada nə etməliyik? Birinci növbədə Ülviyə xanım, siz çox sağ olun ki, bax bu mövzuları qoyursunuz. Lazımı mövzuları işıqlandırırsınız, xalqımızı maarifləndirirsiniz. Təəssüf ki, bugünkü gün çox az insanlar bununla məşğul olurlar ki, tam təmənnasız mütəxəssisləri dəvət edirsiniz. Heç kim, heç nə ödəniş eləmədən, tam təmənnasız olaraq siz bu ən aktual mövzuları işıqlandırırsınız, tamaşaçılarımızı maarifləndirirsiniz. Şəfəq xanım, çox sağ olun ki, siz və sizin kimi mütəxəssislər gəlirsiniz, bilgilərinizi paylaşırsınız. Bu dəqiqə dünyada ən dəyərli, zənn edirəm, bu mənim subyektiv fikrimdir, müəyyən qədər 3 ən dəyər var da. Birinci, həyatın özü. Həyat fəlsəfədir. Həyat nədir, heç kim bilmir. Biz həkimlər canlı və həyatını itirmiş orqanizmləri müqayisə edir. O həyatın öz anlayışı, bir metafizik bir təsəvvür ki var. O nədir, o bilinmir. İkinci, zaman. Üçüncü, məlumat, informasiya. Məlumatlanmış insan silahlanmış insandır, qalib insandır. Çox sağ olun ki, bax gəlirsiniz. Çünki nə qədər sizin kimi mütəxəssislər gəlib fikir paylaşacaq, bir o qədər o lazımsızların yeri qalmayacaq. Ən azından maariflənəcək insanlar. Bəli. Çox sağ olsun MTV kanalı və onun rəhbərliyi də ki, sizə bax dəstək olurlar. Bu şəraiti yaradırlar. Verilişin vaxtı da uzanıbdır. Daha da çox uzun olsa, nə qədər uzun olsa, inanın, bir o qədər əhəmiyyətlidir ki, bu saatda doğrudan da bilirsiniz, böyük bir tamaşaçı kütləsi var ki, hansı ki, onlar əyləşib sırf sizin sayənizdə müxtəlif sahələrdə məlumatlanırlar. Ancaq hər bir vətəndaş bugünkü gün çəkinməsin. Mütəxəssisə müraciət eləyəndə onun diplomu ilə maraqlanmağa. Əgər xaricdə deyir təhsil alıbdır, ola bilər ki, o doğrudan təhsil alıbdırmı, oxuyubdurmu, yoxsa bu kağızı sadəcə olaraq özü çap eləyibdir, Photoshopda yığıbdır, bu vacibdir. Düzdür, hər bir şərdə bir xeyir var deyirlər. O karantin zamanı biz ona da öyrəndik ki, onlayn seanslar və konsultasiyalar mümkün imiş. Yəni, zaten dünyada bu aparılırdı. Ancaq bizdə indi bəzi insanlar vərdiş eləmək istəmirdi. Ancaq karantində artıq biz büyük bir dəyişiklik oldu ki, buna da insanlar, necə deyərlər, uyğunlaşdı. Buna da müraciət eləyirlər, çəkinməsinlər, mütləq şəkildə maraqlansınlar. Dələduzlar rəsmi yerlərdən qaçır. Onlar klinik, artıq Səhiyyə Nazirliyi klinikalarda təmizləmə işləri aparır. Ona görə də onların böyük qismi, mən bilmirəm, hamısı deyə bilmərəm, təəssüf ki, amma böyük qismi qaçıb. Artıq orada, burada, müəyyən yerlərdə ofislər, o çox üzr istəyirəm, o tarakanlar, şovlar, belə hardasa yuvalar qururlar özlərinə, belə nələrsə oralarda fəaliyyət göstərirlər. Ona görə də mütləq
maraqlansınlar, mütləq təhsili ilə maraqlansınlar. Təhsil havayı bir şey deyil. Təhsil o mənə üzr istəyirəm, sırf o məqsədlə deyirəm ki, fikri çatdırım. Viyanada təhsil alanda institut çoxlu bizi şəxsiyyət testlərindən keçirdirdilər. Bizə verdikləri savaddan daha çox bizim xarakter və öz daxili aləmimizi yoxlayırdılar. O çox önəmlidir. Yəni kim kimə nəyi öyrədəcək, kim kimdən nəyin ümumiyyətlə konsultasiyasını aparacaq, nəyi psixoterapiyanı keçəcək, bu özü də böyük bir önəmlidir. Mən bunu soruşanda niyə bu qədər belə? Mənim ustadım deyim, supervizorum Elizabeth Lucas dedi ki, çünki sabahsı gün bizim bütün müdavimlərin bütün fəaliyyətinə bizim imzamızın altında gedir. Çünki Viyana Psixoterapiya İnstitutu qoyduğunuz diaqnozlar, əgər psixoterapevtdirsə, apardığınız seanslar, müalicələrin hamısına biz cavabdehik. Yəni, təhsil alınan ali təhsil müəssisəsi həmin öz müdaviminə cavabdehlik daşır. Ona görə maraqlanmaq lazımdır təhsili ilə. Bəli, söz yox ki, o tək təhsillə iş bitmir. Təcrübə praktikada olmalıdır. Amma təhsil yoxdursa, artıq heç onu araşdırmağına dəyməz, heç söhbət eləməyinə də dəyməz. Ki, xüsusilə də psixologiya və ələlxüsus psixoterapiya sahəsində təhsillə o insanın şəxsi keyfiyyəti, o profprigodnost deyirlər Sovet dövründə, o üst-üstə düşür. Çünki orada təkcə savad vermirlər, həm də o mütəxəssisin öz üzərində çalışıb onu hazır işləyə biləcək bir peşəkar olaraq buraxırlar. Çünki elə veriləcək imtahanların özündə nə qədər məntiqi suallar, insanın özünün şəxsiyyət tipini ortaya qoyacaq suallarla imtahanlar veririk. Əslində aradan qaldırmaq o qədər də çətin məsələ olmamalıdır. Bir əvvəl qarşı tərəfin tələbi tamamilə doğrudur. İstənət tələb etmək və yaxud nəsə. Bizim hüquqi dövlətdə yaşayırıq, bütün hüquqlarımız qorunur. Bizim agentlik var, deməli, xaricdə oxuyan diplomların tanınması orada həyata keçirilir. Bəli, təhsildə keyfiyyətə nəzarət agentliyi, onun tərkibində bir şöbə var ki, xaricdən gələn diplomları onlar nostrifikasiya eləyirlər, sənəd verirlər. Mən əmin edirəm ki, orada nə qədər diplomlar heç keçmir də. Yəni o qədər qalan diplomları çox şəffaf bir qurumdur, çox şəffaf aparır bütün məsələlərini. Ona görə bayaq qeyd elədiniz ki, klinikalardan artıq qaçır bu tip insanlar. Bunlara yəqin ki, bir lisenziya verən bir orqan var. Mən indi o dərinliklərə qədər bilmirəm. Düşünürəm ki, o lisenziya verilən zaman o problemin aradan qaldırma səbəbi, o müəssisədəmi, o necə deyim, akademiya dediniz bayaq, o yerlərdə işləyən insanların bir siyasını, sənədini götürməlidirlər ki, kimə veririk bu lisenziyanı? Ola bilər onu təsis edən heç psixoloq deyil, ola bilər, hansısa bir hüquqi şəxs olacaq. Hüquq şəxsi yaradan insan. İdarəçilikdə kim oturur? Bəli, orada o işi görən insanlar kimdir? Kimlər xidmət göstərəcək? Bəli, onları müəyyən eləyib, ondan sonra lisenziyanı verməlidirlər ki, yəni hər istəyən insan bu işlə məşğul olunur. Çox təəssüf ki, bu işlə evdə də məşğul olanlar var. Yəni adını o cür qoyub, evlərində də qəbul eləyən insanlar var. Bir də mən bilirsiniz, niyə təəccüb eləyirəm? İndi mən bunu çox, necə deyərlər, ictimai dildə deyəcəm də, ümumiyyətlə dildə deyəcəm, aydın şəkildə. Ümumiyyətlə, hər hansı bir ana, ata, qaynana, qaynata, həyat yoldaşı, ər və yaxud da arvad baxmırlar ki, əgər onun həyat yoldaşı konsultasiya adı ilə gecə geyimində, pünüarda çıxıb canlı açan, izləyicilərinə öpüş göndərən, göz vuran birinin yanına dırnaq arası konsultasiya, seansa gedirsə, bunun sonu nə ilə bitəcək? Bunun sonu nə ilə bitəcək? Elə o yanına getdiyinin gününə və o sənətə qoşulacaqdır, o yola qurşanacaqdır. Bu bəllidir də. Elə şeylər var ki, Şəfəq xanım demişkən, görünən dağa heç bələdçiyə ehtiyac yoxdur.
Təbii ki, burada artıq başqaları da kölgə altında qalır. Doktor, başqalarının da həqiqətən də konkret elmlə bu sahəyə uzun illərini verən və bütün günü bu sahənin yenə də nə isə öyrənməklə məşğul olan insanlar da həmin simaların təsiri altında nüfuzdan düşür. Artıq onların da peşəkarlığına şübhə altında baxışların sayı artır, statuslar itir. Artıq nə qədər çalışsaq, nə qədər özümüzü başqa cür formada göstərsək də anlayış fokuslanır ona ki, yəni bu artıq bir nümunə, etalon olaraq hər kəs üçün olur. Bu əslində böyük bir bəladır, böyük bir yoluxmadır, epidemiyadır ki, bunun qarşısına hardasa dur demək lazımdır. Təbii ki, bunlar da indi artıq mən bildiyimə görə bir çevrədə, məsələn, bir neçə gün öncə biz ali tibb mərkəzlərində olduq, hansı ki, elə psixologiya fənninin kökü və özəkləri orada qoyulur. Nə qədər orada buna qarşı sərt mövqeyin olduğunu biz şahidi olduq. Bəli, və bunun üçün bir neçə elmi konferanslar nəzərdə tutulub ki, inşallah ki, bu yaxında onlar həyata keçəcək və çox dəyərli, məsələn, sizin kimi illərini bu sahəyə verən peşəkar insanların iştirakı və onların bunu, belə deyək də, həyata keçirməsində olan marağı bir daha sübut edəcək ki, bəli, artıq bəlkə də dur demək zamanıdır. Artıq insanların məhv olmuş psixikasını yenidən kimlərsə onu bərpa etməyə borclu deyirlər. Məsələn, kimlərsə bunu məhv edir. Nə qədər övladlar bəlkə də sizə müraciət edir valideynlər ki, bu insan darmadağın olub. Bu düşüncə darmadağını yığmaq üçün mən aylar deməzdim. Bəlkə də illər lazımdır ki, biz bunu geri dönüş edək və bu da nə dərəcədə alınacaq, hələ onun özü də sual altındadır. Şəfəq xanım, efirimizin son artıq dəqiqələridir ki, bitməsinə çox az sayda qalıb. Sadəcə sonda sizdən qısaca bir mesaj olaraq bildirməyinizi istəyəcəm ki, həqiqətən də psixologiya elmi çox çətin elmdir, çox şaxəli elmdir. Buna yiyələnmək, buna bilgilənmək üçün uzun illər təhsil, öz üzərində işləmək, doktor dediyi kimi, həm praktik, həm nəzəri təcrübə olması mütləq vacibdir. Bunu məhz sizdən psixologiya üzrə fəlsəfə doktoru, böyük bir ali təhsil ocağının Azərbaycan Dillər Universitetinin tədris məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən əgər şəxs kimi siz namizəd görmüşsünüzsə, görün sizi nə qədər peşəkarlığınıza hər kəs tərəfindən böyük bir rəğbət var. Məhz sizin adınızdan, dilinizdən bunu eşitmək istəyirik ki, baxın, bu sahənin çox bayağı və bəsit olduğunu düşünməsinlər. Əlbəttə, əlbəttə. Qeyd elədiyiniz kimi psixologiya elmi qədim və daim inkişaf edən bir elmdir. Psixoloji xidmət, psixoloji yardım daha çətin bir sahədir. Ona görə bu xidmətlə məşğul olan insanlar mütləq şəkildə birmənalı olaraq təhsilli olmalıdırlar. Birmənalı olaraq. Hələ təhsil dediyim ən kiçik bir hissəsidir. Bu dəqiqə diplom almaq şərt deyil. Diplomun həmişə deyirik ki, içərisindəki önəmlidir. Ona əlavə olaraq sertifikatlar, əlavə ixtisas artırma kursları, əlavə hələ üstəgəl onlar da mütləq şəkildə olmalıdır. Eyni zamanda həm valideynlər, həm tələbələr, həm şagirdlər, ümumiyyətlə bütün sənət sahibləri psixologiyadan agah olmalıdırlar. Mütləq şəkildə. Hər kəs öz sahəsində idarə edən qarşı tərəfin psixologiyasını bilmədən o idarə edə bilməz. Heç cür mümkün deyil. Bütün fikir ayrılıqları oradan irəli gəlir. O ki, qala bu işə xidmət göstərən insanlar. Ona görə mən düşünürəm ki, ən azından özünə hörmət edən insanlar yalan danışmırlar. Ona görə düşünürəm, peşəkar psixoloqlar gələcəkdə bir araya gəlib bu problemin öhdəsindən gələcək. Bəli, sizin kimi gözəl, peşəkar insanların sayəsində və bir vəhdət şəbəkə formasında, necə ki deyirlər ki, güc birlikdədir və təbii ki, bunun bu sahədə əziyyəti olan, haqqı olan insanların o haqqının geri dönüş olma bəlkə də bir mərhələsi başlayır. Nə xoş ki bizlərə. Mən sizin hər birinizə dərin təşəkkürümü bildirirəm. O dəyərli zamanınızı, hansı ki biz dedik, dəyərli bizim seçəcəklərimizin ikincisi zamandır. O zamanınızı bugün bizimlə keçirdiyiniz. Şəfəq xanım, çox xoş oldu sizi bugün görmək. Tez-tez gəlin. Bu psixologiya elminin uzun fəaliyyəti, pedaqoji fəaliyyəti söykənəcək. O elmi biliklərinizlə tez-tez bölüşün ki, insanlar məhz psixologiya elminin həqiqətən
gözəl elmdir, çətin elmdir, bacarıq və peşəkarlıq tələb edən elmdir. Amma bunu bəsitləşdirməyə kimsənin haqqı yoxdur deyə düşüncə ilə bugün fikrimizi tamamlamaq istəyirəm. Mən də əbəs yerə hər zaman demirəm ki, hər birimizə sağlam can, sağlam ruh və sağlam düşüncə. Çünki hər şey sağlam düşüncədən başlayıb. Bizim verdiyimiz qərarlar da övladlarımızı seçdiyimiz mütəxəssisə doğru apardığımız seçimlərdə. Bugünlük bu qədər. Salamat qalın. Sabah yenidən görüşmək ümidi ilə.